Novruz bayramı münasibətilə Quba Meydanı Mədəniyyət və İstirahət Parkında ümumrayon tədbiri keçirildi. Tədbirdə rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudov, rayon icra hakimiyyətinin kollektivi, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, habelə rayon ictimaiyyəti iştirak edib. Bütün xalqımızı bu gözəl gün münasibətilə təbrik eləyirəm. Hamıya xoş günlər, bərəkətli, ruzili, bərəkətli günlər arzu eləyirəm. İnşallah qabaqdan gələn günlərimiz bu günlərdən daha da gözəl günlər olsun. Hamınızı ürəkdən təbrik eləyirəm. Bugün Novruz bayramıdır. Xalqımızı Novruz bayramı münasibətilə təbrik eləyirəm. Bugün uşaqlar Kösə və Keçəlin Bahar qızının gəlməsinə çox sevinib. Tədbir Bahar qız və Dədə Qorqudun Novruz təbriklərini çatdırması ilə başladı. Daha sonra Quba rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudov Novruz tonqalını alışdırmış və aidiyyatı şəxslərlə birlikdə Mədəniyyət Parkının ərazisində Novruz bayramı adət-ənənələri, rayonun idarə, müəssisə və təşkilatları tərəfindən hazırlanan güşələrin nümayişi təqdim olunub. Əvvəla sizin bayramınız mübarək olsun, sizin də zəhmətiniz böyükdür. Bütün Azərbaycan xalqını bu bayram münasibətilə təbrik edirəm, Quba cəmaatını. Bizə həmişə bayram yaraşır. Tədbir konsert proqramı ilə davam edib. Rayonda fəaliyyət göstərən incəsənət nümayəndələrinin təqdimatında müxtəlif musiqi nömrələri nümayiş olunub. Nüşabə Mikail qızı Sahib Məmmədli Çingiz Qədimov xüsusi olaraq Dinas TV üçün.